Ötən gecə Rusiya paytaxtı Moskva və Moskva vilayətinə Ukraynanın pilotsuz uçuş aparatlarının kütləvi hücumu baş verib. Bu barədə şəhər meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə Rusiya hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 32 Ukrayna puasını vurub. Yerli sakinlər Moskva vilayətinin Zelenograd, Ramenskoye, Dubna və Sergeyev Posad şəhərlərində partlayışlar eşidiblər. PUA hücumu səbəbilə bütün Moskva hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edilib. Rusiya paytaxtının hava məkanı tam qapadılıb. Domodedovo, Şeremetiyeva, Vnukova və Jukhovski hava limanlarında 133 uçuş ləğv edilib, gecikib və ya başqa yerə yönləndirilib. Moskva hava limanlarına uçuşların əksəriyyəti Sankt-Peterburqun Pulkova hava limanına yönləndirilib.